İrfan alimləri deyir ki, maddi nemətlər insanın bədənini rahat etsə də ruhu doyurmur. Şəhid Mürtəza Mütəhərri belə yazırdı. Maddi nemətlər insanın ehtiyaclarının bir hissəsini təmin edir. Amma insan yalnız bədən olmadığı üçün maddi rahatlıq ruhun bütün ehtiyaclarını qarşılamır. Ayətullah Behçət ağa belə deyirdi. Nəfs böyük şeylərlə yox, kiçik intizamlarla tərbiyə olunur. Əllamə Təbətəbai deyirdi ki, insan özünü izləməyə başlayanda nəfsin oyunlarını görür. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insan birdən-birə dəyişmir. Tərbiyə tədrici bir prosesdir. Əllamə Təbətəbainin həyatına nəzər salsaq, görərik ki, çox sadə yaşayırdı. Tələbələri deyirdi ki, o çox vaxt az danışardı və çox düşünərdi. Uzun müddət Quran üzərində təfəkkür edərdi. Əllamə Təbətəbai deyirdi ki, qəlb sakit olmayanda həqiqət görünmür. Əgər insan yalnız maddi tərəfi düşünürsə, ruh boş qalır. Əgər yalnız ruhani tərəfi düşünürsə, həyat çətinləşir. Ona görə də irfan alimləri tarazlığı tövsiyə ediblər. Əllamə Təbətəbai qeyd edirdi ki, insan dünyadan qaçmaq üçün yox, dünyanı düzgün yaşamaq üçün yaradılıb. İnsan öz nəfsini tanıyanda anlayır ki, ən böyük düşməni də odur, ən böyük dostu da. Bu səbəbdən irfan alimləri insanın həyatını belə təsvir edirdi. Həyat insanın öz içində etdiyi uzun bir səfərdir. Əllamə Təbətəbai deyirdi ki, insan bəzən həyatın boş olduğunu hiss edir. İnsanın hər şeydən bezməsi bəzən ruhun daha böyük bir mənanı axtarmasıdır. Ayətullah Behçət ağa deyirdi ki, çox yatmaq qəlbi öldürür. Bunu sadəcə fiziki mənada demirdi. İnsan bəzən bədən yorğunluğundan yox, ruh yorğunluğundan yatır. Yəni insanın içində məqsəd yoxdursa, ruh enerji itirir. Bəzən insan düşünür ki, insanlardan uzaqlaşmaq istəyir. Deməli bu pisdir. Əllamə Təbətəbai isə deyirdi, insanın qəlbi bəzən səs-küydən qaçmaq istəyir ki, özünü eşitsin. Yəni insanın içində tənhalıq ehtiyacı yaransa belə, pis olan şey tam ümidini itirməkdir. Ayətullah Behçət ağadan nəql edilir ki, bildiklərinizə əməl edin, bilmədikləriniz sizə öyrədiləcək. Yəni insan əvvəlcə kiçik şeylərdə düz olmalıdır. İnsan niyə yaradıldığını unutduqda həyat ona ağır görünür. O anda insan özünü itirdiyini düşünür, amma əslində özünü axtarır. Ayətullah Behçət ağa deyirdi ki, insan Allahdan uzaqlaşdıqca dünya ona ağır görünür. Allaha yaxınlaşdıqca isə dünya yüngülləşir. Yəni problemin kökü çox vaxt ruhun susuzluğudur.